Bürclərin 19-25 yanvar aralığı həftəlik ən düz pul proqnozu. Qoç, pul girişi var, amma tez xərcləmək riski yüksəkdir. Riskli sərmayədən uzaq durun. Boğa, həftənin ən şanslı bürclərindən biridir. Gözlənilməz qazanc, borcun bağlanması mümkündür. Əkizlər, pul gəlir, amma stabil deyil. Kiçik gəlir, kiçik xərc balansı olacaq. Xərçəng, maliyyədə ehtiyatlı olun. Lazımsız xərclər sonradan peşmanlıq yarada bilər. Şir, pul baxımından güclü həftədir. İşdən əlavə gəlir və ya bonus görünür. Qız, yavaş amma stabil qazanc planlı olsanız ay sonu rahatlayacaqsınız. Tərəzi, pul gəlir, amma ailə və ya evlə bağlı xərclərə gedə bilər. Əqrəb, gizli gəlir, gözlənilməz pul xəbəri mümkündür. Şans sizdən yanadır. Oxatan, riskli qərarlar qazanc gətirə bilər, amma düşünmədən addım atmayın. Oğlaq, ən güclü maliyyə dövrünüz başlayır. Əmək haqqı artımı və yeni imkan yaradır. Dolça, pul sürprizi şəkildə gələ bilər, ancaq xərcləri nəzarətdə saxlayın. Balıq, kiçik amma sevindirici qazanc var. Borc vermək üçün uyğun həftə deyil.